Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 4-cü kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir fantastik hekayə. Qara bizi basınca. 21-ci əsrin 21-ci ili. Yanvar ayının əvvəli. Balaca bir şəhərdə şüşəli avtobus dayanacağında 50-55 yaşlarında bir kişi dayanıb avtobus gözləyirdi. Kişi, qoy onun adı Adəm olsun, gözləməkdən yorulduğu üçün gah gözünü avtobusun gələcəyi istiqamətdə yola tikir, gah da ətrafı gözdən keçirdirdi. Soyuq hava üzündən onsuz da boş qalan küçədə bir də pandemiya üzündən evlərinə tıxılıb qalmış insanların yoxluğu gözə batırdı. Hərdən orada-burada tək-tük adam gözə dəyirdisə də, onlar da eyni ilə avtobus dayanacağında dayanan Adəm kimi görünür evdə bitmiş ərzaqlardan bir şeylər almağa çıxmışdılar. Virusun yayıldığı gündən bəri hər məhəllədə insanların vacib tələbatlarını ödəyən kiçik mağazalar bağlanmış, bu öhdəçilik yalnız mərkəzi yerlərdəki böyük supermarketlərə verilmişdi. İndi hər kəs də ən vacib ehtiyacını almaq üçün evindən xeyli uzaqda yerləşən belə supermarketlərə getmək məcburiyyətində idi. Belə havada əlavə problemlərdən qaçınmaq üçün də bu marketlərə kimi velosipedlə, kimi də Adəm kimi marşrut avtobusları ilə, bəziləri hətta ayaqla gedirdilər. Qarla örtülü yoldan ara bir maşın da keçirdi, ancaq avtobus hələ də gəlmək bilmirdi. Adəm bekarçılıqdan bayaqdan da adamın gözünə batan reklam vitrindəki əlində bahalı parfüm tutub onu öz üzərinə sıxan, gülər üzlü, yarıçılpaq gənc qadın şəklinə baxmağa başladı. Son illərdə tədricən daha cəsarətli olub, reklamlarda soyunmuş qadın yaxud kişi vücudunu göstərmək anlamında həddi aşan reklamçılar avtobus dayanacaqlarını beləcə zəbt edir, insanların çox vaxt sıxlıq əmələ gətirdiyi bu balaca şüşəli köşklərin ən görkəmli divarını da bu cür reklam şəkillərini yerləşdirirdilər. Həm də bunu elə şəkildə edirdilər ki, az qala lap çılpaq olan belə rəsmləri bu cür şüşəli dayanacaqların divarına həm də hər iki yüzünə də vururdular. Belə ki, çöldə dayananlar çöl tərəfdən, içərdəkilər də içərdən bu şəkilləri görürdülər. Elə olurdu ki, insanlar üzlərini hara çevirsələrdi, onlar üçün yenə də bu şəkilləri görməkdən qaçış mümkün olmurdu. Çünki onlar hər halda dayansaydılar da bu yarıçılpaq qadın yaxud yarıçılpaq kişi şəkli eyni cür gözündə olurdu. Özünün sırtıq gülüşü ilə düz insanların gözünün içinə baxırdı. Uzaq görən insanlar bu hərəkətlərdə naqis bir qəsdin olduğunu, insanların düz yoldan çıxarılması, şeytana uyması, əxlaqın, abır-həyanın itirilməsi kimi bir məqsədin güdüldüyünü deyirdilər. Ancaq insanlığın böyük əksəriyyətini təşkil edən Adəm kimlər? Bunda heç bir naqislik görmür, əvvəlcə gizlin-gizlin, utana-utana, sonra da utanmadan, bəzən hətta ailələrinin, uşaqlarının yanında belə şəkilləri izləməyə başlayırdılar. Aradan az bir zaman keçəndən sonra gözləri belə şeylərə alışan Adəm kimlər bəzən yeri gələndə axı bunda nə var ki, deyə də bilirdilər. Beləcə, dünyanın sanki boş qaldığı, sanki təkcə Adəmə qaldığı bu bir anda özünü də unudaraq o yarıçılpaq qadın şəklini seyr etməyə dalan Adəm arabir burnuna qədər qaldırdığı mavi maskanı əlləşdirir, onu gah biraz da yuxarı çəkir, gah da aşağı indirirdi. Ətrafda şahid sübut olmadığından Adəm şəkildəki qadının bütün əzalarını ən xırda detallarına kimi incələyirdi ki, birdən qulağına bir səs gəldi. Nədir? Ağzının suyu axır? Adəm özünü itirdi. Oğurluq edərkən yaxalanmış bir adamın təlaşı ilə ətrafı gözdən keçirtdi, ancaq heç kimi görmədi, sandı ki, onu qara basır. Ürəyi həyəcandan bərk vursa da, Adəm ətrafda heç kimi görməyib sakitləşdi. Yenə də üzünü qadın rəsminə çevirdi. Bu dəfə gülümsəyərək, ay səni, deyə pıçıldadı. Ağlından keçən fikrin davamını ürəyində söylədi. Ay səni, bir baxmaqla insanın ağlı başından ala bilirsən. Gözü şəkillə tikilib qalmışdı ki, eyni səsi təkrar eşitdi. Və o an Adəmə daha çox qəribə gələn səsin gah sağdan, gah soldan, gah da arxadan eşidilməsi oldu. Adəm bu səsdən qorxdu. Utanma, bax, onsuz da bu cür yaşadığın həyat tərzi ilə bütün ömrünü zay eləmirsən. Bu gedişlə cəhənnəmi boylayacaqsan.
Bu yaşında da ağlın başına gəlmədisə, sənə daha heç nə kömək eləyə bilməz. Odur ki, bax, bax. Adəm yerində 180 dərəcə döndü, sonra əks tərəfə də bir o qədər döndü. Allahım, bu nədir? Olmaya mən günün günorta çağı dəli oluram. Bir də dabanın üstə dönəndə şüşəli köşkün içində o şəkil yapışdırılmış şüşə divara söykənən skamyanın lap küncündə qoca bir kişinin qısılıb oturduğunu gördü. Bu bir qoca kişi idisə də, çəlimsiz, sürsümükdən ibarət bir varlıq idisə də, onun görkəmində Adəmin tüklərini biz-biz edən, canına da vahimə salan qeyri-adi bir şey var idi. Hər şeyi ilə bir insan olduğunu göstərən bu varlığın rəngi tünd göy idi. Adəmin bir neçə il əvvəl izlədiyi Avatar filmindəki adamlar kimi bu yaşlı qoca da mavinin ən tünd rəngində idi. Adəm sürətli şəkildə yaddaşına baş vurdu, oradan gördüklərinə bir izahat, bir isbat axtardı, ancaq heç bir şey tapmadan reallığa geri döndü. Bu yaşına kimi o nə canlı bir insanın bu rəngdə ola biləcəyini görmüşdü, belə bir şeyə şahid olmuşdu, nə də bir insanın hansısa bir xəstəlik yüzündən bu rəngə düşməsi barədə bir məlumatı var idi. Bu nə idisə, qarabasma kimi bir şey idi. Adəm bir də ona fikir verdi ki, onun öz yaddaşını qurcaladığı bu qısa zaman içində gördüyü o insandan çox kərtənkələyə bənzəyən varlıq bir neçə dəfə yox olub qayıtdı. Yəni gah görünməz oldu, gah da göründü. Bir ara Adəmə elə gəldi ki, gözü qaralır, gözlərini ovuşdurmağa başladı. Bu vaxt ərzində hər şey daha bir neçə dəfə təkrar olundu. Bu dəfə Adəm elə bildi ki, başı hərlənir, alnını ovuşdurmağa başladı. Ancaq özündə heç bir rahatsızlıq nişanəsi tapa bilməyindən yenidən gözünü o varlığa tikib durdu. Nə var? Gözünə inanmırsan? Varam, buradayam. Adəm qorxdusa da səsini qaldıraraq dedi. Ey, kimsən eysən? Nəçisən? Niyə bu haldasan? Bəlkə sənə necəsə yardım edə bilərəm, hə? Göyərmiş kişi, qoy onun da adı Korona olsun, ucadan qəhqəhə çəkib güldü. Sonra nifrət ifadə edən nəzərini Adəmə tikib dedi. Bircə bu qalmışdı. Günümüzə bax, gör kim kimə yardım eləmək istəyir. Nədir? Nəyə gülürsən? Sənin bu nifrətinin səbəbi nədir? Sənə adam kimi yardım eləmək istədim də. Nə var bunda? Mənə yardım eləmək, həm də adam kimi. Mən də elə buna gülürəm də. O sənin adam dediyin məxluqat var ki, biri də elə sənsən. Siz çoxdan ölüb sabaha qalmısınız. Xəbəriniz yoxdur. Sizin özünüzə kömək eləyən lazımdır. İndi sən də burada mənə yardım eləmək istəyirsən. Səncə bu gülməli deyilmi? Sən çarə bilirsən, öz başına elə. O adam dediyinin biri də sən deyilsənmi? Niyə rişxənd eləyirsən? Məyər biz insanlar çətin günümüzdə bir-birimizə yardım eləməli deyilikmi? Korona adlı varlıq yenə də üz-gözünü turşudub dedi. Bax, sözlərə bax. Əvvəla ondan başlayaq ki, mən insan deyiləm. Mən sizin başınıza bəla olan koronayam. Yəni bir virusam. İkincisi, insanların bugünkü halına rişxənd eləmək mənim tərəfimdən hələ təhqirin ən zəifidir. Sən buna da şükür elə. Bir də o yardım dediyin var ha. Mənim ona ehtiyacım yoxdur. Siz onu zamanında bir-birinizə eləməliydiniz. Ancaq eləmədiniz. Niyə eləmədiniz ki, bugün də belə acınacaqlı günə qaldınız? Doğrusu bugün mənim sizə yazığım gəlir. Mən sənin dediklərinin heç nə anlamadım axı. Bu sözlərinlə nə demək istəyirsən? Üstəlik bir də kütbeyinsən. Ay yazıq, xəbərin varmı ki, siz insanlar bugün artıq hamılıqla uçurumun kənarındasınız. O özünüzün bir sözünüz var, pişik askırsa hamınız cəhənnəm olub gedəcəksiniz. Adəm bir yandan özünü korona adlandıran bu başı xarab kişidən qorxdu, bir yandan da onun çox ağıllı sözlərini ürəyində təhlil eləməyə başladı. Bir nəticə əldə edə bilmədisə də düşündü ki, yəqin bu da çox oxumaqdan baş xarab olmuş alimlərdəndir. Bax, mənim adım Adəmdir. Bu yaxınlarda yaşayıram. Sən də özünü adam kimi təqdim elə ki, kiminlə söhbət elədiyimi bilim. Dedim də, mən insan deyiləm, koronayam. Sizin o COVID-19 adını verdiyiniz, ölüm qədər qorxduğunuz koronavirusu. Bir ildir buradayam, sizinlə uğraşıram. Artıq missiyamı yerinə yetirmişəm. Bu günlərdə sürəm dolur, gücüm tükənmək üzrədir. Ona görə də əriyib bitməyə başlamışam. İndi sən də burada mənim son halımı görürsən. Adəm koronanın dediklərini ürəyində yaxşı-yaxşı təhlil elədi, eşitdiklərinin bir həqiqət olduğunu anladı və bir qəfil koronanın üstünə cumaraq dedi.
Ay sənin məlun. Demək bir ildir bizimlə uğraşan, gündə yüzlərlə insanı canından edən sənsənmiş. Allah sənə lənət eləsin. Allah sənin bəlanı versin. Yaxşı ki sonun gəlir. Yaxşı ki cəhənnəm olub gedirsən. Sonunu bu şəkildə gördüm ha. Daha dərdim olmaz. Qəbər, qəbər. Adəm bu sözləri deyərkən Karonanın görünməz olduğu yerə bir-iki yumruq təpiyi də atdı. Ancaq Karona ona arxa tərəfdən cavab verəndə anladı ki, bu varlığın əlavə qabiliyyətləri də var və insanoğlu hətta onun bu son halı ilə də baş edə bilməz. O geri dönüb hələ də görünməz olan Karonaya səs gələn tərəfə baxdı. Karona isə bu dəfə şüşəli dayanacağın üstündə, yəni damında oturmuşdu. Sözünü oradan deyirdi. Ay ağılsız insan, mənə niyə qəzəblənirsən? Özünə qəzəblən. Başına nə gəlirsə, hamısı sənin öz əməllərinin nəticəsidir. O sizi yaradan Allah dediyin var ha. Biləsən ki, məni sizin başınıza müsəllət edən də elə həmin Allahdır. Bundan əvvəllər də sizə dərd kimi verilən müxtəlif qripləri, Sibir xorası olsun, quş qripi olsun, donuz qripi olsun, SARS olsun, azmı çəkdiniz? Sən bir onları da yadına sal. Səncə biz hardan əmələ gəlirik? Niyə əmələ gəlirik? Niyə sizi qırırıq? Biz bunları da düşünsənə. Nə sayaqlayırsan? Allahın adını nə cəsarətlə ağzına ala bilirsən? Bilmirəm siz hansı cəhənnəmdən əmələ gəlirsiniz? Niyə əmələ gəlirsiniz? Ancaq onu da bilin ki, bizim də Allah kimi qoruyucumuz, xilaskarımız var. Allah sənin kökünü kəsər inşallah. Onu da bilərsən. Bax, bunu düz dedin. Allah mənim kökümü kəsir artıq. Ancaq problem bu deyil ki. Əsas problem odur ki, Allah artıq sizin də kökünüzü kəsməyə niyyətlidir. Bizi də o yüzdən göndərir. Deyirsən, hansı cəhənnəmdən əmələ gəlirik? Laboratoriyalardan. Ən böyük alimlərin hazırladığı, dünya üzündə Allahın izni ilə o virusları yayan insanların törətdikləri təcrübələrin əsəriyik biz. Bizi də insanlar yaradır, həm də laboratoriyalarda. Ancaq onlara o izni verən, o elmi verən Allahdır. O virusları sizə göndərən də, yayılmasına, insan qırğınına izin verən də Allahdır. Bircə şey qalır. Özünə soruş ki, niyə? Allah niyə belə bir şeyə izin verər? Niyə bu qırğınlara şərait yaradar? Göz yumar. Sən dəlisən. Gör Allah, aləmlərin Rəbbi olan Allahın adına nə kimi böyük böhtanlar atırsan, qorxmursan? Mən indi qorxsam da, qorxmasam da sonum bəllidir. Biz çox uzun yaşamırıq ki, bizə ayrılan vaxt ərzində dünyada öz işimizi görüb gedirik. Yerimizə bir zaman sonra başqa bir virus gəlir. Ancaq hər zaman da gəlir ha. Bilirsənmi niyə? Çünki siz heç nədən dərs almırsınız. Nəticə çıxartmırsınız. Allah bir qrip göndərdi, siz oyanmadınız. İkinci qripi göndərdi, sizə əsər eləmədi. Üçüncü qripi göndərdi, vecinizə almadınız. Bu beləcə illərlə davam elədi, ancaq sizin ağlınız başınıza gəlmədi. Axır ki, bu dəfə xofu zəhərindən də çox olan, ölümcül olmaqdan ziyadə qorxusu ilə insanların bağrını yaran, onları daha çox qorxu ilə öldürən bizi göndərdi. Ancaq bax ki, sən Adəm övladı insan hələ də heç nə anlamırsan. Qəzəbini mənim üstümə tökməyə çalışsan. Ağız dolusu da Allah Allah deyirsən. Ha, bəlkə Allahın qarşısında hansımızın daha çox günahkar olduğunu birlikdə hesablayaq. Adəm qəzəbdən dodaqlarını gəmirə-gəmirə dedi. Buna bax, sənin hələ danışmağa dilin də var. Bircə ilin içində insanlığın az qala 3/4-ni qırıb çatdın. Sən mənim hansı günahımdan danışa bilərsən? Mən ya da elə bütün insanlıq. Biz nə eləmişik ya da nə edə bilərik ki, sənin insanlıq üzərində elədiyin bu soyqırımına bərabər olsun. Dillənsənə. Bax, sən əvvəlcə sakitləş və burada bir şeyə diqqət elə. Biz nə ediriksə, Allah qarşısındakı günahkar bəndələri cəzalandırmaq üçün edirik. Bunu bizdən Allah tələb edir. Sənsə məni insanlığın qarşısındakı günahlarıma görə cəzalandırmaq istəyirsən. Səncə bu günahlardan hansı daha ağırdır? Allah qarşısındakı günahlar, yoxsa insanlıq qarşısındakı günahlar? Nə dəxli var? Sən malı mala niyə qatırsan? Ey Adəm oğlu Adəm, anla artıq, malı mala qatan sənsən. Allah kafirləri, müşrikləri, münafiqləri cəzalandırmaq üçün bizi sizə musallat edir. Çünki siz günahkarsınız. Həm də hamınız, həm də Allahın qarşısında. Bütün xəstəliklərin Allahın görünməz ordusu olduğunu bilmirsənmi? Ey özünə müsəlman deyən dili qafil, ey bədbəxt kafir. Mənə bax, ağzına gələn danışma. Mənə nə haqla kafir deyirsən? Məni nə tanıyırsan? Hansı günahımı görmürsən? Sayınmı? Say, saymasan heç kişi deyilsən.
Bu yerdə Korona yenə də qəhqəhə çəkib güldü. Adəm səhvini başa düşərək dedi: "Yəni demək istəyirəm ki, saymasan, heç səndən alçaq məxluq yoxdur." "Tamam, tamam, anladım." Qışın soyuğunda bu göyərmiş varlığın dediklərindən Adəmin bədəni od tutub yanırdı. Bu çürük məxluqun onun və hətta bütün insanlığın ünvanına söylədiyi təhqirami sözlər onun ürəyini deşir, ancaq nədənsə mübahisəyə girişəcəyi təqdirdə bu murdar məxluqa qalib gələ biləcəyinə inanmağı gəlmirdi. İçindən bir səs, açdırma bunun ağzını deyirdi. Ancaq söz gəlib elə yerə dirənmişdi ki, artıq maraq Adəmin yaxasını buraxmır. Bu sözlərin arxasında nələrin gizləndiyini bu saat buradaca bu iyrənc məxluqun dilindən eşitmək istəyirdi və bu istək bu an çox güclü idi. "De görüm, ay vicdansız namərd, nə bilirsən biz insanlar barədə? Nəymiş bizim günahımız?" "Oo, səmimiyyətimə inan ki, mən sənin bu şəkildə qeyrətə gəlməyini təqdir edirəm. Heyf ki, bu hərəkətində çox gec qalmısan." "Söz güləşdirmə, mətləbə keç." "Yaxşı, keçim də. De görüm, ey adı Adəm, sən özünü bir müsəlman hesab edirsənmi?" "Bu nə sualdır?" "Əlbəttə. O zaman Qurani Kərim deyə bir kitab var. Onu oxumuş olmalısan. Oxumusanmı?" "Tam oxumamışam, ancaq mətnindən xəbərim var. Niyə soruşursan? Məni imtahana çəkirsən?" "İnsanların günahlarının nədən ibarət olduğunu sənə anlatmaq üçün səni imtahana çəkəcəyəm. Doğrudur. Ancaq sənə söz verirəm ki, sənə suallarımı da, onlara verəcəyim cavabları da dəlillərlə əsaslandıracağam. Qorxma, boş-boş danışmaq fikrim yoxdur. Ancaq sən də bəlkə həyatında bir kərə dürüst ol. Suallarıma doğru cavab ver. Anlatmağa çalışma. Bircə şeyi anla ki, sizə də, mənə də olan olub artıq. İndi biz bu söhbətin sonunda kimin aqibətində azacıq da olsa qurtulmağa ümid varsa ona baxacaq. Odur ki, suallarıma cavab ver." "Yaxşı, uzatma daha. Nə soruşacaqsan soruş görüm." "Quranın neçə surəsi olduğunu bilirsənmi?" "İşə düşdükdə." "Bu nəyə lazım?" "Bilirsən ya yox?" "Bilmirəm. Yəni dəqiq bilmirəm. Deyəsən 100-dən artıqdır." 114-dür. Qurani Kərim 114 surədən ibarətdir. "Nə olsun ki?" "Səncə Qurani Kərim necə bir kitabdır? Nə üçün endirilib? Yəni sənin dilincə desək, nə işə yarayar?" "Sən məni lap kafir yerinə qoydun, Qurani Kərim Allahın kitabıdır. Allah o kitab vasitəsilə biz insanlara necə yaşamalı olacağımızı bildirib. Yəni deyib ki, bundan belə bu cür yaşayın. Elə isə biz bu kitaba Allahın göndərdiyi qanun kitabı deyə bilərikmi?" "Deyə bilərik. O zaman insanlar o qanun kitabında yazıldığı kimi yaşamalıydılar da, eləmi?" "Belə çıxır." "Doğru deyirsən. Sadəcə belə çıxır. Ancaq belə çıxsa da həyatda heç nə belə olmadı. Bugün də olmur. Məsələ budur. Burada günah müsəlmanlarda deyir ki, dünyanı qarışdıran kafirlərdir də." "Doğrudur, kafirlərin günahı çoxdur. Ancaq onlar sadəcə insanlığın Allahı inkar edən, daha çox şeytanla dostluq edən, bəd əməllərində onlara yardımcı olan bir hissəsidir də. Biz isə burada əsasən müsəlmanlardan danışırıq. Çünki Qurani Kərim ən başda müsəlmanlar üçün qanun kitabı olmalı idi. Əvvəlcə müsəlmanlar bu kitaba uyacaqdılar ki, kafirlər də onlardan ibrət alaraq yavaş-yavaş İslam'a gələydilər. Səncə belə oldu mu? Olmadı. Niyə olmadı? Mən nə bilim niyə olmadı. Səbəb o da çoxdur ki, hansını sayım? Bircəciyini de. Şeytan hamını yoldan çıxartdı da. Doğrudur. Bax, bunu çox gözəl dedin. İndi de görüm, bu necə oldu? Niyə şeytan bütün insanlığı yoldan çıxarda bildi? Çox hiləgər idi də ona görə. Yox, elə deyil. Əslində bu da var. Ancaq səbəb tək bu deyil. Ona görə olmadı. Bəs nəyə görə oldu? Ona görə oldu ki, siz insanlar, başda müsəlmanlar olmaqla, Qurani Kərimin 114 surəsində Allah sizə nə buyurmuşdusa, sizə necə yaşamağı hökm eləmişdisə, siz hamısının tərsini elədiniz. Bayaq mən Quran surələrinin sayını buna görə soruşurdum. Siz nəinki Quranın hökmlərinə əməl eləmədiniz, siz Qurani Kərimin 114 surəsini bir-bir pozdunuz və hələ bugün də bu hərəkətlərinizə davam etməkdəsiniz. Adəm gözlərini döyərək həmin o göyərmiş, eyni zamanda çox bilmiş məxluqun üzünə baxdı. Bu mənim üçün çox qəliz oldu ha. Zəhmət çək xırdala. Xırdalayım da.
Əvvəlcə onu de görüm. Sən, ey bəni Adəm, Allahın insanları və cinləri niyə yaratdığını bilirsənmi? Heç bu barədə fikirləşməmişəm. Yəqin ki, dünyanı canlı məxluqatla doldurmaq istədi də, onun üçün. Yox, elə deyil. Allah buyurur ki, mən insanları və cinləri yalnız mənə qulluq etsinlər deyə yaratdım. Başlıca şərt budur. Şərt də qoydu ki, yalnız ona ibadət ediləcək, ondan başqa heç kim və heç nə ilah yerinə qoyulmayacaq, heç kimə və heç nəyə ibadət edilməyəcək. Bax ki, siz insanlar ən birinci elə bu şərti pozdunuz. Özünüzə rəhbərlər, başqanlar, prezidentlər, padişahlar seçib onlara ibadət elədiniz. Hər şeyi Allahdan istəmək yerinə, hər şeyi özünüz seçib, özünüz bütləşdirdiyiniz, ömrü cəmi 60-70 il sürən, vücudu hələ bu dünyadaykən çürüməyə başlayan ölümlü insanlardan istədiniz. Allahı büsbütün unutdunuz. İnsanlara, həm də ən dəyərlisinə, ən şərəfsizinə qul olmağı seçdiniz. Onlar sizə qarşı zülmü artırdıqca, siz də onlara səcdə eləməyə, onlara yalvarmağa, dualar eləməyə başladınız. Allahdan qorxmaq yerinə onlardan qorxdunuz. Buna Allaha şərik qoşmaq deyilir. Yəni Allahın heç vaxt bağışlamayacağı ən böyük günah. Day dönən evimiz yıxılıb ki, yıxılıb da sözdür. Bu qəflətdən ayılmasanız, cəzanız böyük olacaq, bu ayrı. Yaxşı, bəs adını daşıdığın Adəm əleyhissalamın cənnətdən niyə qovulduğunu bilirsənmi? Onu bilirəm. İcazəsiz bir ağacdan nəsə dərib yemişdi də, ona görə. Biraz yaxınlaşdın. Ancaq tam da elə deyil. Bilirsən də, Allah Adəmi yaratdı, onu şərəfləndirdi, bütün mələklərə də ona səcdə eləməyə hökm elədi. Mələklərin hamısı səcdə elədilər. Təkcə şeytan səcdə eləmədi. Allahın sözündən çıxdı. O gündən də cənnətdən qovuldu. Şeytan o gündən insanın ən böyük düşmənidir. İnsanları cəhənnəmə vasil elətdirmək üçün əlindən gələni eləyir. İlk tuzağını da Adəm əleyhissalama qurdu. Allah Adəmi cənnətə qoydu, burada yaşa, ye, iç, ancaq o ağaca yaxınlaşma buyurdu. Bir də buyurdu ki, şeytan gəlib səni ağıldan çıxartmağa çalışacaq, ona qulaq asma, o sənin düşmənindir. Adəm bu sözə əməl edəcəyinə söz verdisə də, şeytanı görən kimi verdiyi sözü unutdu. Şeytanın fitnəsinə uyaraq, o ağacdan da özü də yedi, xanımı Həvvaya da meyvə dərib verdi. O an ikisinin də ayıb yerləri açığa çıxdı. Adəmlə Həvva ayıb yerlərini cənnət yarpaqları ilə örtməyə çalışdılar. Allah bunu görüb Adəmə qəzəbləndi. Sənə bu ağaca yaxınlaşma demədimmi? Şeytana uyma, o sənin düşmənindir demədimmi? İndi ki sözümü dinləmədin, ikiniz də enin buradan dünyaya. Bundan belə cənnətə geri gəlmək haqqını da öz zəhmətinizlə qazanacaqsınız buyurdu. O vaxtdan Allah Adəmlə Həvvanı da, onlara hər addımda tələ quran, onları yoldan çıxartmağa çalışan şeytanı da yerə göndərdi. Adəmin əleyhissalam cənnətdən qovulmasının səbəbi onun söz dinləməməsi, şeytana inanıb o ağacdan yeməsi, bunun nəticəsində də ayıb yerinin açığa çıxması ilə biabır olması oldu. Allah da, şeytan da bilirdilər ki, Adəm o ağacdan yesə ayıb yeri açılacaq. Bunu yalnız Adəm bilmirdi. Allah onu xəbərdar elədi. Şeytan isə onu aldatdı. Allah da ona görə Adəmə qəzəbləndi ki, onu qoyub şeytana inanmışdı. Səbəb bu idi. Halbuki Allah yaratdığı qullarını sevir. Onlara qarşı mərhəmətlidir, bağışlayandır, qoruyandır. Şeytan isə əksinə insanlara qarşı qısqancdır, xaindir, fitnəkardır. Bir sözlə düşməndir. Şeytanın niyyəti hər zaman insanları yoldan çıxartmaq olub. O buna nail ola bilir, çünki siz özünüz könüllü olaraq onun ardınca gedirsiniz. İnsanın narkoloğuna bir bax ki, onu sevən Allahı qoyub, hər zaman düşməni olan şeytana uyur, onun sözünə inanır, onun ardınca gedir. Gör ki, Allah Quran kitabında şeytanın sizin düşməniniz olduğundan sizi dəfələrcə xəbərdar eləməsinə rağmen, siz yenə də hər addımda şeytana uyunursunuz. Ondan özünüzə dost tutursunuz. Adəmin əleyhissalam buraxdığı bircə səhvin yerinə siz saysız hesabsız səhvlər edərək günahlara batırsınız. Allah buna qəzəblənməsin, neyləsin? Şeytana uyduğuna görə ayıb yeri açığa çıxan Adəmin əleyhissalam cənnətdən qovulması siz insanlara dərs oldu mu?
Baxın özünüzə, nə gündəsiniz? Şeytanın bir haramı sizə yalnız göstərməyi getir ki, siz dərhal o harama bulaşırsınız və o an Quranda, qadağalarda büsbütün yaddan çıxır. Siz beləcə hər cür harama bulaşırsınız, nə dininiz qalır, nə də imanınız. Bugün artıq Qurani-Kərimin büsbütün danmış durumdasınız. Bugün qalib şeytandır. Sən lap yıxdın sürüdün ki, yəni vəziyyət bu qədər qorxuncdur. Əlbəttə qorxuncdur. Bir kərə onu anla ki, siz insanlar Quran kitabının həyatınızdakı yerini silib atmısınız. Dünyanın ən dəyərsiz kitabını alıb oxuyursunuz. Ancaq həyatınızda bircə dəfə bütün insanlar üçün yeganə dəyərli və ən vacib bir kitab olan Qurani-Kərimi tək bircə dəfə də oxumağa özünüzdə qeyrət tapmamısınız. Bundan artıq nə ola bilər ki, mən burada ondan danışım? Əgər siz düzgün yaşamaq istəyirsinizsə, bunun üçün siz o hökmləri ən azından bilməliydiniz. Bilirsinizmi? Bilmək nədir? Heç xəbəriniz yoxdur. Soruşursan ki, vəziyyət bu qədər qorxuncdurmu? İnanmırsan, dinlə, mən də bir-bir sayım. Allah buyurur ki, müsəlmanlar geyimlərinə, keçimlərinə diqqət eləsinlər. Abırlı geyinsinlər. Unutmasınlar ki, Adəmlə Həvva ayıb yerlərinin açılması üzündən cənnətdən qovuldular. Bu nə deməkdir? Bu deməkdir ki, hər soyunan insan cəhənnəmə namizəd olur. Gör bunu bugün bu cür qəbul edən bir insan tapa bilərsənmi? Kafirləri hələ demirəm ha, müsəlmanları deyirəm. Allah buyurur ki, qullarım nəfslərini qorusunlar, harama bulaşmasınlar. Siz insanlar isə soyunduqca soyunursunuz. Bu bir dərd, həm də nəfsinizin istədiyi hər yola gedirsiniz. Süfrənizdən də haram əskik olmur, bu da başqa bir dərd. Allah buyurur ki, faiz müsəlmanlara haramdır. Hər kim faizə girərsə, bilsin ki, Allah və Rəsulu ona qarşı savaş açmışdır. Gör, bu nə qədər ağır bir sözdür. Ancaq sən gəl, bu çox millətli insanların içindən, çox demirəm, hərəsindən 100 nəfər adam tap ki, faizə bulaşmış olmasın. Bu günaha girənlərin içində bir də müsəlmanların sayına bax. Onu da bilməlisən ki, Allahın hökmləri öncə özünə müsəlman deyənlərə aid olmuşdursa, əslində bütün insanlara şamil olur. Çünki İslam son dindir. Bütün insanlığın bu dinə gəlməsi umulur. Geci tezi var. Bu belə də olacaq. Çünki bu barədə də Allahın hökmü var. İndi özün real vəziyyəti gözünün önünə gətir. Vəziyyətin ciddiyyətini də bu yolla hesabla. Ey bəni Adəm, xəbərin olsun ki, biz Allahın gözlə görünməyən orduları olaraq əmir quluyuq. Ancaq yenə də nə üçünsə mənim sənə yazığım gəlir. İndi ki belə bir fürsət düşüb, gəl mən sənə Allahın hökmlərini sayım. Sən də məndən eşitdiklərini həyatda yaşananlarla müqayisə elə, real vəziyyəti özün gör. Cənab Allah buyurur ki, kim cənnətini qazanmaq istəyirsə, nə qədər gec deyil imana gəlsin, ibadətə başlasın. Yəni Allah qullarını oruca, namaza, zəkata, xeyir işlərə çağırır. Bax ətrafına, gör neçə evdə namaz qılan görürsən. Zəkat verməyin nə olduğunu bilən neçə adam tanıyırsan. Cənab Allah buyurur ki, yalan danışmaq, qeybət eləmək, iftira atmaq ağır günahlardan sayılır. Buyurur ki, bu günahların cəzası çox ağır olacaq. Bax gör heç insanların Allahdan qorxduğunu, bu səbəblə də özünü yalan deməkdən, qeybət eləməkdən, başqasına iftira atmaqdan çəkindiyini görürsənmi? Cənab Allah Quranda dönə-dönə buyurur ki, dünya malına bağlanmayın. Dünya bir əyləncə yeridir. Əsl gözəl həyat axirətdə olacaq. Onu qazanmağa, gözəl əməllərinizlə haqq eləməyə çalışın. Bax gör tamahkir insanlar dünyanı nə qiymə qoyublar. İnsanın nəfsi üzündən Allahın ərzi zəbt edilir, bölünür, satılır. Kimisi bu yolla bitib tükənməyən sərvət sahibi olur, kimisi də acından ölür. Allaha arxa çevirən belə insanların nə gözləri doyur, nə nəfsləri durur, nə də iştahları səngiyir. Arada günahsız qanlar tökülür, məzlum insanlara zülm edilir, nalə ərşə qalxır. Bu əməllərin sahiblərinin Allahdan qorxduğunu deyə bilərsənmi? Cənab Allah buyurur ki, əxlaqlı olun, zinadan uzaq durun, zina böyük günahdır. Zina edənlər cəhənnəm atəşində yanacaqlar. İndi sən de, bugün bir-birinə yad olan qadınlarla kişilərin şəhvət yolunda qoşa getdikləri qədər yaygın bir günah varmı? Evli kişilərin, ərli qadınların arasında yaşanan sevgi macəraları,
kənarda özünə sevgili tutmaq, ərinə yaxud arvadına xəyanət etmək yaygın bir xəstəlik kimi evləri bir-bir gəzmirmi? Qadınlarınızın, qızlarınızın yarıçılpaq gəzməsi, oğlanlarınızın qadına bənzər biçimdə dar paltarlar geyinməsi, erkək dişi geyimlərində rəng seçimlərinin yerini dəyişməsi, bunlar hamısı Allahın hökmlərinə zidd olan şeylər deyilmi? Qadınlar barədə Allahın qadınlara deyin, çarşaflarını sinələrinin üstünə atsınlar. Hökmü harda qaldı? Erkəklərə deyin, baxışlarını qorusunlar, hökmü harda qaldı? Sən özün bugün baxışlarını qoruya bildinmi? O reklam şəklinə necə baxırdın? İçində nələr keçirdi? Yadına düşdümü ki, Allah hər şeyi görür? Adəm çox pərt olmuşdu. Koronanın dediyi hər kəlmə güllə kimi vicdanına sancılırdı. O, bu ağrıya dözə bilmir, necəsə özünü təmizə çıxartmağa çalışırdı. Axı bizim əlimizdən nə gəlir? Həyat belədir də. Hamını da günahkar çıxartmaq olmaz axı. Korona yerini dəyişərək Adəmə yuxarıdan aşağı baxdı. Hamınız günahkarsınız, hamınız. Allahın qarşısına çıxanda onun üzünə necə baxacaqsınız? Nə deyib özünüzü təmizə çıxardacaqsınız? Heç düşündünmü? Qadınlara şalvar geyindirən, saçlarını oğlan sayağı kəstirməyə izin verən, onları kapitalizm sisteminin tələbi ilə fabriklərə, tarlalara, idarələrə, orduya, polisə göndərən siz deyilsinizmi? Kişi işləri görə qadınlığını tamamilə unudan, kişi məsuliyyətlərinə cəlb olunduqları üçün yavaş-yavaş qadınlıqdan çıxan xanımların günahı kimin boynunadır? Evdə ərinin sözünü saya salmayan, ancaq patronun sözü ilə durub oturan, onun gəl deməsinə gələn, get deməsinə gedən, patronun hər əmrə qul kimi əməl edən qadınların əxlaqını kim pozdu? İndi bir də kişilərə bax, xaraktersiz, şəxsiyyəti əzik, utanmadan qırmızı şalvar, qırmızı ayaqqabı, sarı köynək geyə-geyə qadınlaşmağa başlayan kişilərdən kim nə gözləsin? Bu qədər pozğunluğa geniş meydan açan kim oldu? Niyə buna qarşı sustunuz? Niyə üsyan eləmədiniz? Məsələn, sən özün nə işin sahibisən? Balaca ərzaq dükanın var, o da nə vaxtdır sənin üzündən bağlıdır. Onu gözmə soxma. De görüm, görüntüsündən eşcinsel olduğu bilinən bir müştəriyə qarşı etirazını bildirmək üçün ona dükanına girməyi qadağan elədinmi? Yox, qadağan eləmədim. Eləsəydim, gedib şikayət edəcəkdi. Dükanımı da bağlayacaqdılar. İndi zamanı onlarındır da, bilmirsən? Qorxdun? Qorxdum. Bəs balalarımı kim yedirəcəkdi? Kim doyuracaqdı? Sən necə bir müslümansan ki, sadə bir şeyi də bilmirsən? Nəyi məsələn? Məsələn, onu ki, ruzu verən Allahdır. Bilirəm, ancaq əlimdə bir işim də olmalıdır da. Ancaq dükan yenə də bağlandı. O başqa, bu başqa. Mən də sənə eyni şey deyəcəyəm, ancaq fərqli özün tap. Allahdan qorxmaq başqa, bəndədən qorxmaq başqa. Sən də Allahın hədəsindən qorxmadın, bəndənin əmrindən qorxdun. Ola bilər, ancaq hər şeyi mənim boynuma yazma da. Mən yazmıram ki, yazan yazır. Sənin kimlərin susması, görməzdən gəlməsi üzündən bu gün artıq dünyanı idarə edən insanların böyük əksəriyyəti eşcinsəllərdir. Görün, iş nə yerə gəlib çatıb ki, normal insan toplumları eşcinsel məmurların hökmü ilə durub oturur, onların hökmlərini yerinə yetirir, əlbir olaraq dünyanı günah dolu bir yer halına gətirirlər. Keşkə siz insanlar ömrünüzdə heç olmasa bircə dəfə Quranı oxuyaydınız. Halbuki Quran-ı Kərimdə çox yerdə Lüt qövmündən, orada erkəklərin erkəklərə getdiyi bir əxlaqsızdan necə danışılır, necə cəzalandırıldığından bəhs edilir. Quranı oxusaydınız bilərdiniz ki, Allahın belə günahkarlar barədə hökmü onların üzərinə göydən alovlu daşlar yağdıraraq yandırıb külə döndərmək olmuşdur. Allahın hökmünə zidd olaraq bugün dünyada şeytana uyan insanların sayəsində belələri nəinki necəsə cəzalandırılmır, əksinə dövlətlərin başına gətirilir. Onlardan dövlət başçıları, yüksək rütbəli məmurlar, hətta din xadimləri təyin edilir. Bu qiyamət əlaməti deyil, bəs nədir? Ona qalsa, mən də səninlə razıyam. Bugün dünyada baş verənləri mən özüm də qəbul edə bilmirəm. Yox ha, belə deyib yaxanı kənara çəkə bilməzsən. Hər şeyin cavabdehi sizsiniz. Evlərinizdə yetişdirdiyiniz uşaqlara bir bax, siz onlara heç fikir vermirsiniz. Həmişə başınız başqa şeylərlə məşğuldur. Cəmiyyət isə pozla-pozla gedir.
Qızların, oğlanların böyük əksəriyyəti 12-13 yaşından cinsel həyata başlayır. Ancaq bu artıq valideynlərin çoxunu narahat eləmir. Kafirlərin həyatından götürülmüş oğlan arkadaşım, qız arkadaşım kimi pozğun ifadələr dəbə düşəndən bəri erkən yaşlarında günah işləyib uşaq doğan qız uşaqlarının sayı hesabı yoxdur və bu da artıq adi hal alıb. İçki içmək, qumar oynamaq, oğurluq eləmək, rüşvət almaq kimi ağır günahlar bir qoçaqlıq sayılır. İnsana baş ucalığı gətirən keyfiyyətlərdən hesab edilir. Gənclərin və yeniyetmələrin gecə klublarında min hoqqadan çıxması, onların doğru yoldan çıxmasının başlanğıcıdır. Belə gecə klublarında istər bir qız xeylağının, istərsə də bir gənc oğlanın başına nə desən gələ bilər, gəlir də. Narkomaniya, fahişəlik başlanğıcını belə yerlərdən alır. Hansı biriniz bu hünərdən sahibisiniz ki, uşaqlarınızı elə yerlərə getməsinə qadağan etsiniz? Kimdə var bu hünər? Heç kimdə. Siz o hünəri çoxdan itirmisiniz. O hünəri siz bilirsinizmi nə vaxt itirdiniz? Özünüzü kafirlərə bənzətməyə başlayanda, onların adətlərinə uymağa başlayanda, kafir bayramlarını onlardan da artıq bir canfəşanlıqla qeyd eləməyə başlayanda, toylarınızda kafirlərin diskotekinə bənzər bir ortam yaradıb, bol-bol alkoqol paylamağa başlayanda, gəlinlərinizi yarıçılpaq şəkildə sərxoş kişilərin önünə çıxardıb, onlara göbək rəqsi oynatmağa başlayanda, bu yolla da öz toylarından başlayaraq kişilərin qeyrət damarlarını yox eləməyə başlayanda, böyük kiçik tərbiyəsinin yerinə həyat onundur, özü bilər, deyimi ortaya qoyulanda, bizdə demokratiya var, o hər şey izin verir deməyə başlayanda, feminizmi bir qoçaqlıq kimi ortaya atıb, başı pozuq qadınlara dəstək verməyə başlayanda, bununla da hələ ipsiz qadınlar bir yana qalsın, hətta evli qadınları da ərinin sözündən çıxartmağa, ərinin üstünə qaldırmağa, ailə başçısını gözdən salaraq arvadın hökmü altında əzdirməyə başlayanda. Halbuki Qurani Kərimin 114 surəsi bütün bunları qadağan edirdi. Siz isə onların hamısını həyatınızda gerçəkləşdirdiniz. Bu azmış kimi hələ bununla öyündünüz də. İndi sən də burada durub utanmaz mənə deyirsən ki, sən müsəlmansan. Sənin haram müsəlmandır. Özünə bir bax. Müsəlmançılıqdan səndə nə var? İndi bir də bugün yaşadığın cəmiyyəti, hətta bütün dünyanı gözünün önünə gətir. Sənin kimlərin sayı hesabı varmı? Bu günah dolu dünya harda? Allahın hökmləri harda? İndi anladım ki, məsələ mənlik deyil. Mən bura öz xoşumla gəlməmişəm. Mən sizə cəza olaraq göndərilmişəm. Həm də Allah tərəfindən. Korona qripi o qədər də qorxulu şey deyil. Korona sadəcə bir qripdir. Mənim haqqımda deyilən o qorxulu sözlərin hamısı yalandır. Sizi qorxutmaq üçündür. Amma gör ki, siz bu dəfə də yanlış yapdınız. Allahdan deyil, bir parça xlorlu əski ilə silib yox edə biləcəyiniz koronadan qorxdunuz. Qorxulu olan isə Allahın qəzəbidir. Siz hələ də bunu anlamadınız. Allah öz sözünə sadiqdir. Bugün də sizi o sevib bəyəndiyiniz, arxasınca köpək sürüsü kimi getdiyiniz dinsiz, imansız kafirlərin əli ilə, onların ən son icad elədikləri bu fitnə ilə, korona ilə cəzalandırır. Halbuki bu oyunda bizlik bir şey yoxdur. Ölənlərin hərəsi bir xronikə xəstəlikdən ölür. Bu fitnə çox ciddi düşünülmüş bir fitnədir. Bu fitnədən necə çıxacaqsınız bilmirəm. Ancaq mən də hesab edirəm ki, siz bu cəzanı haqq eləmisiniz. Bəs necə? Məscidləri boş qoyanda, qohum-əqrəba münasibətlərini yavaş-yavaş unudanda, toxun acdan xəbəri olmayanda, harama, həlala fərq qoymayanda, əxlaqsız bir həyat sürəndə nə düşürdünüz? Bilmirdiniz ki, bu keyfin bir gün sonu gələ bilər? Sözümün sonunda bir şey də deyim, ürəyimdə qalmasın. Sən oxumamısan, bilmirsən, ancaq Quran kitabında bir gün dünyanın sonunun gələcəyi, qiyamətin qopacağı da deyilir. Heç olmasa bundan xəbərin varmı? Eşitdiklərindən çox təsirlənmiş, adları çəkilən günahların ağırlığı altında əzilərək ikiqat olmuş Adəm başını yavaşca qaldırıb, bayaqdan zəhləsi gedən, ancaq indi nədənsə rəğbət hissi bəsilməyə başladığı koronaya baxdı. O qədərini bilirəm. Deyəcəklərimə güvənərsənsə, sən lap elə bu gündən tədbirini almağa başla. Özünü və ailəni qurtarmağa çalış.
Həyatda elə məqamlar ola bilir ki, o məqamda çarə ancaq öz evini, öz ailəni qurtarmağa qalır. İndi də belə bir məqamdır. Hər kəs özünü və ailəsini qurtarmağa çalışmalıdır. Ləngimədən ailecə tövbə edin, namaz niyaza başlayın, ibadətlərinizi axsatmadan Allaha, onun kitabı Qurana sarılın. Allahın mərhəməti sonsuzdur, sizi də bağışlaya bilər. Allah mömin qullarını qurtaracaqdır, bunu onlara vəd edib. Siz də çalışın, möminlərin cərgəsinə qoşulun, onların yanlarında yer alın. Son çarə budur. Son olaraq, Quranda oxuduqlarımdan təxmin elədiklərimi sənə deyim. Bu işlərin axırı necə olacaq, onu heç kəs bilmir, bircə Allah bilir. Ancaq mən Quran-ı Kərimdə yazılanlara istinad edərək irənini belə görürəm. Çox yaxın zamanda dünyanın sonu gələcək. O gün qiyamət qopacaq. Cənnəti qazananlar cənnətə, cəhənnəmi qazananlar da cəhənnəmə gedəcək. Bununla da dünya həyatı bitəcək. Allah dəfələrlə sizi xəbərdar edir, tövbə etməyə tələsin deyir. Quran-ı Kərimdə neçə yerdə Allah buyurur ki, dünyanı gəzin, görün, necə qövmləri mən yerlə yeksan eləmişəm, xarabalıqları hələ də yer üzündə, yol üstündə qalmaqdadır. Allah siz insanları o xarabalıqları görməyə, bu aqibətdən ibrət almağa çağırır. Sən də nə qədər gec deyil, papağını qabağına qoy, bir düşün. Bəlkə hələ bu günah dolu yoldan dönməyə imkan tapa bilərsən. Özünü deyilsə də övladlarını qurtarmağa çalış. Zamanın azdır. Unutma ki, hələ bu gün də sizin xilasınız bir tövbəyə bağlıdır. Bir halda ki, dünyanın sonu zaten ölümdür, siz tövbə eləməyə tələsin ki, bir gün yer üzündən silinmiş olasınsanız da, bari ahirətdə yeriniz cənnət bağları olsun. Tövbə hər insana cənnət qapılarını aça bilən möhtəşəm bir fürsətdir. Özünüzə yazdığınız gəlsin. Bari aqibətinizi xilas etmək üçün bu fürsəti qaçırmayın ki, dünya həyatını zayi etmiş olsanız da, heç olmasa cənnət qazancınız sizə qalsın. Adəm Karonanın dediklərindən çox təsirlənmişdi. Onun dediklərini dinləyə-dinləyə nəsə fikirləşir, fikirli-fikirli ayağının ucuna baxırdı. Özü də təəccüb qalırdı ki, Karonanın dedikləri nə qədər qorxunc idisə də, içindən Karonanın sözünü kəsmək gəlmirdi. Sanki bu həqiqətləri eşitmək istəyirdi. Karona sonsuza qədər danışacaq olsaydı da, Adəm onun söylədiyi həqiqətlərin zindan ağırlığı altında əziləcək, ancaq onun sözünü kəsməyəcək, onu axıra kimi dinləyəcəkdi. Bir şey vardı ki, artıq Karonanın gücü bitmək üzrə idi. Birazdan onun səsi yavaşladı, sonra tamam kəsildi, ondan daha səs gəlmədi. Adəm başını qaldırıb onu son gördüyü yerə baxdı. Orada artıq heç kim yox idi. Adəm hər tərəfi gözdən keçirtdi, ancaq o göyərmiş məxluqu heç yerdə görmədi. Ürəyinə bir qəribilik çökdü. Sanki çox maraqlı bir həmsöhbətli itirmişdi. Karonanın son gördüyü yerə gözünü dikib durmuşdu ki, arxadan maşın səsi gəldi. Adəm geri döndü. Onun bayaqdan gözlədiyi avtobus nəhayət gəlib dayanmışdı. Qapılar açıldı, Adəm avtobusa mindi, boş yerlərdən birində oturdu, oturduğu yerdən gözünü yenə də dayanacaqdakı şüşəli köşkün o küncünə dikdi. Biraz əvvəl orada onun həmsöhbəti Karona oturmuşdu. Qapılar bağlandı, avtobus hərəkətə gəldi, dərin fikirlərə dalmış Adəmi də alaraq onun evinə tərəf yola düşdü. Adəm ləngərləyə yoluna davam edən avtobusun pəncərəsindən çölə baxırdı. O Karonanın söylədiklərini bir-bir yadına saldıqca sanki yaşının üstünə yaş gəlirdi. Artıq baxışları da dərdlə yüklü idi. Adəmin xəbəri də yox idi ki, Karona söylədiyi ağır həqiqətləri Adəmin çiyinlərinə yükləmiş, onun bütün varlığını insanlığın buraxdığı səhvlərə qarşı bir cavabdehliklə, böyük bir məsuliyyətlə doldurmuşdu. Adəmin xəbəri də yox idi ki, bununla da Karona onu 55 yaşlı əhlikef bir adamdan 150 yaşlı dərdi başından aşan ixtiyar bir qocaya çevirmişdi. Görkəmi dəyişməsə də, özünün yeni varlığı ilə o bundan belə öz gücünə bu yükün altından necə qalxacağını düşünür, özünü və ailəsini, doğmalarını, dost-tanışını və ümumilikdə bütün insanlığı bu bəladan qurtarmağın yollarını axtarır. Karonanın dediyi o müthiş tövbə fürsətini harda, necə yaxalayacağını ağlında hesablamağa çalışırdı. Hər şey əldən getmişdisə də,
İşin sonunda heç olmasa cənnəti xilas etmək vardı. Heç olmasa axirətdəki o mübarək yeri itirməmək fürsət var idi. Adəm bu yolda mütləq əlindən gələni edəcəkdi. Çünki o anlamışdı ki, Korona öz söylədikləri ilə onun ürəyindəki həvəsləri də, ağlındakı fikirləri də söküb atmış, onları yeni bir düşüncə tərzi ilə əvəz eləmişdi. Adəm anlayırdı ki, bu gün burada eşitdiklərini artıq heç vaxt unuda bilməyəcək. Nə isə qəribə bir güc var idi bu eşitdiklərində. Adəm hiss edirdi ki, özünü və ürəyinə yaxın olan insanları bu bataqlıqdan qurtarmayınca, Korona adlı o göyərmiş qocanın qəribə səsi qulağından getməyəcəkdi. Ən önəmlisi də o idi ki, Adəm bu dialoqdakı ən incə məqamı anlamışdı. Anlamışdı ki, özünü murdar bir virus kimi təqdim eləsə də, Koronanı bura Allah göndərmişdi. Korona onunla nə danışmışdısa, hamısını Allahın adından, Allahın tapşırığı ilə demişdi. Ona görə də onun dediklərində dünyanı qurtara biləcək böyük bir güc, böyük bir hikmət var idi. Adəm də o gündən həmin o gücə, həmin o hikmətə arxalanaraq günü sabahdan yeni bir həyata başlayacaqdı. Ürəyində belə bir qərar vermişdi ki, Adəmin ürəyi ümidlə dolmağa başladı. Hələ də gec deyil, hələ çox şeyi də düzəltmək olar kimi fikirlər Adəmin qəbul elədiyi qərarı daha da gücləndirdi. Artıq Adəm də inanırdı ki, Allahın mərhəməti bütün dünyanı bağışlayacaq qədər genişdir, sonsuzdur. Sübhanallah. Allahu aləm. Son. Bir xatirə. Günəşi bol uşaqlıq. Çox önəmli nemət olan düşünmək qabiliyyətimizdə həyatımız boyu bizə yoldaş olaraq o qədər də uzun olmayan ömrümüzün tən yarısını alır desək yalan olmaz. Düşünmək qabiliyyətimiz həm keçmişləri xatırlamaqda, orada buraxıb gəldiyimiz səhvlərdən dərs almaqda, həm də irəlidə olacaqlara daha məsuliyyətlə yanaşaraq onlara düzgün istiqamət verməkdə bizim ən güclü, ən qiymətli silahımızdır. Ara bir düşündükcə belə bir həqiqətlə də üzləşirəm ki, mənim taylarımın, yəni mənim yaş qrupuma aid olan insanların uşaqlıq yaddaşı sırf özlərini əks etdirən görüntülü xatirələrdən çox kəsaddır. Bunun da səbəbi odur ki, bizim zamanımızda şəkil çəkmək çox az, video deyilən şey isə heç yox idi. Özümüzü kənardan görmək imkanı ya evimizdə bir güzgünün var olmasına bağlı olurdu ki, o vaxtlar da evdə güzgünün olması da nadir şeylərdən sayılır, zənginlik hesab edilirdi. Ya da pəncərələrimizin aynalarında öz əksimizi ötəri də olsa görə bilirdik ki, bu da bizi heç cür cəlb eləməzdi. O dövrdə hətta güzgü kimi bir zənginlik də hər evin qapısından girməyə bilər, girərdisə də onun da yeri bizim çox az girə bildiyimiz valideynlərimizin yataq otağı olardı. Biz özümüzü nə kənardan görür, nə də bugün olduğu kimi artıq oyuncaq yerinə gəlmiş telefonlarımızla hər istədiyimizdə özümüzü müxtəlif pozlarda şəkilə çəkdirə bilirdik. Ona görə də bizim yaddaşımızda görüntü olaraq çox şey var idi. Bir tək özümüz yoxduq. Söhbət 1-ci Dünya müharibəsindən sonraki illərdən savaşın xarabalığa çevirdiyi bir ölkənin yeni quruculuq işlərinə başladığı, çox şeyin kəsad olduğu dönəmdən gedəndə insanların həyatlarını sıfırdan başlamaq zorunda olduqlarını anlamaq çətin olmamalıdır. Odur ki, abad evlərin tikilməsi, o evlərin komfortla təmin edilməsi zaman istəyirdisə, savaş müddətində aclıq çəkən insanların ərzaqla təmin olunması kimi bir nömrəli məsələlər də gözləyə bilmirdi. Bütün imkanların öncə insanları doyurmaq məsələsinə yönəldiyi bir zamanda insanlığın ehtiyac duyduğu hər cür tələbat yalnız toxluqdan sonra gələ bilən ehtiyac sayılırdı ki, bu da normal bir şeydir. Burada bir fikrin altını cızıram və bilirəm ki, bəlkə də bu fikir çoxlarına qəribə görünəcək. Ancaq yenə də xüsusi olaraq qeyd eləmək istəyirəm ki, bəlkə də bugünkü geniş imkanların o vaxtlar olmaması bizim xoşbəxtliyimiz imiş. Çünki bugün artıq etiraf eləmək olar ki, insanın güzgü qarşısında uzun müddət zaman keçirdərək özü ilə məşğul olması, görünüşünü gündə neçə dəfə incələməsi sonunda onu şeytanın toruna sala bilir. Bunun ardınca cinsiyyətindən asılı olmayaraq, istər qız olsun, istər oğlan, müasir gəncliyin gah qaşını, gözünü, gah ağzını, burnunu dəyişdirmək həvəsinə düşməsi kimi bir bəla gəlir ki, insanların çoxu bu cür plastik əməliyyatlar elətdirməyə meyl göstərərək bugün də bu axında sıraya dururlar.
Bu yolun insanlığı necə bir təhlükəli yerə aparacağını bəlkə də əvvəlcədən deyənlər də olmuşdu. Lakin hər insan əməlini inkişaf adlandıran imansız kafirlərin dəstəyi sayəsində bu gün artıq təkcə üz çizgilərini deyir, cinsiyyətin də dəyişdirilməsi kimi yayğın bir rəzalət bugünkü insanlıq üçün üz qarası kimi bir fakt olaraq ortada durur. Üstəlik, məsələnin Allahın heç vaxt bağışlamayacağı bir günaha qədər gəlib çıxması da özündə bir qanuna uyğunluq daşımaqdadır. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Və bugün dünya bu qədər çirkin bir bəla ilə necə baş edəcəyinə bir çarə də tapa bilmir. Çox şükür ki, heç bir məlumatımız olmadığı halda biz o vaxtlar Allahın günaha yazdığı belə bəlalardan çox uzaq idik. Nə yaxşı ki, dövrümüzdə belə geniş imkanların yoxluğu bizim diqqətimizi özümüzə deyil, özümüzdən başqa, ətrafımızda olan başqa şeylərə çəkir, həyatımızı gördüyümüz, sahib olduğumuz, oynatdığımız ən sadə şeylərin verdiyi mənalara yönəldərək bizə ən sadə bir mühitdə insanın kimliyini formalaşdıran ən zəngin hissləri yaşamaq imkanı verirdi. Əlbəttə ki, o vaxtlar biz bu xoşbəxtliyin qədrini bilmirdik. Biz sadəcə böyük zəhmət bahasına özümüzün düzəltdiyimiz, içimizdən gələn həvəs sayəsində ərsəyə gəlmiş, bəzən heç nəyə bənzəməyən ən sadə əşyalarla təmin edilmiş uşaqlığımızı yaşayırdıq və sanırdıq ki, bizim hər şeyimiz var. Necə şeydirsə, bu hiss qətiyyən bizi o əşyalara bağlamır, o sınıq-salxaq qab sınıqlarını, o taxtadan düzəlmiş, əsla maşına bənzəməyən maşın fiqurlarını, taxta tüfəngi, taxta gəlinciyi gözümüzdə böyütmür, onları bütləşdirməyə qoymurdu. Çünki biz onları itirsəydik də, sındırsaydıq da, əvəzində yenisini, bəlkə daha mükəmməlini düzəldə biləcəyimizi bilirdik. Biz sadə həyatımızda zamanın bizə bəxş elədiyi boş vaxt kimi fürsəti düzgün dəyərləndirərkən, bəzi bacarıq və qabiliyyətlərimizi kəşf eləmiş, onların üzü çıxmasına nail olmuş, onlara güvənmişdik. Biz kiçik insanlar öz bacarığımızdan arxayın idik deyə o əşyalara bağlanmır, onları itirmək qorxusu ilə yaşayaraq onları gözümüzdə böyütmürdük. Nədənsə bizdə sahibi olduğumuz o əşyalara, başqa sözlə desək, dünya malına bağlanmaq kimi bir hiss yox idi. Heç olmadı da. Bizdə daha çox dostlarla paylaşmaq, yardımlaşmaq, yarışmaq var idi. Çox kiçik olmağımıza rağmen biz dostluğumuzla güclü idik. Biz oyunlarımızla yaradıcı idik. Biz arzularımızla zəngin idik. Halbuki bizim o vaxtlar sadəcə 5 ya 6 yaşımız var idi. Bu yaşlarıma aid olan uşaqlıq xatirələrimi yada salanda qəribə bir məqama da rastlayıram. Mənim özümü nə görünüş olaraq, nə də şəkil olaraq heç xatırlamadığım, yaddaşımı zorlasam da xatırlaya bilmədiyim o yaşlarımdan geriyə xatirimdə elə xırda detallar qalıb ki, onları bugün hətta biraz öncə görmüş kimi xatırlaya bilirəm. Burada da bir hikmət varmı deyə düşünürəm və qəbul edirəm ki, var. Burada da bir hikmət var. Biz həmin o xırda əşyalarla, evciyimizdə divara düşdüyümüz şüşə qarıntılarından ibarət olan bəzək əşyalarıyla, keçirdiyimiz oyun zamanlarında özümüzü hər şeylə təmin olunmuş, heç nədən ehtiyacı olmayan, gözü tox, könlü tox insanlar hesab edirdik. Halbuki biz bu hisslərin heç birini anlamırdıq, onları düşünmürdük. Biz sadəcə o mühitin qəlbimizə yüklədiyi o möhtəşəm hissləri yaşayırdıq. Nədənsə bugün yetişməkdə olan nəsillərin durumu heç yaxşı görünmür. Onların davranışı, əhvalı bir baxmaqla biz böyüklərin qəlbini üşüdür. Bu da boşuna olmasın gərək. Bugün istər uşaqlar olsun, istər gənclər olsun, övladlarımızın heç nəyi bəyənməməsi, heç nədən məmnun qalmaması, üzlərinin gülməməsi, məncə bizim o zaman yaşadığımız həmin o hissləri tanımaması, o hissləri yaşamaması, aşıb daşan bir zəngiliyin içində ömür sürdükləri halda içlərinin bomboş olması üzündəndir. Bolluk da imtahandır deyənlər də yəqin ki, elə bunu nəzərdə tuturlarmış. Bugün çox yerdə bolluk bütün sınırları aşırsa da, məsələ həmin ölkələrin yeni yetmələri həyatlarını sürdürmək üçün heç bir arzu, istək, amal tapa bilmirlər. İnsan dostluğu ilə güclü olar, bu gənclərin dostu yoxdur. İnsan oyunları ilə, yarışmaları ilə yaradıcı olar, bunların heç nəyə maraqları yoxdur. İnsan bir arzu üçün, bir üstək üçün yaşayar, bunların heç bir arzusu, istəyi yoxdur.
Onlara nə üçün yaşayırsan sualının yerinə niyə yaşamaq istəmirsən sualını vermək daha doğru olar. Çünki dindirən olsa, çoxu yaşamaq istəmədiyini deyəcək, bu dünyadan bezmiş olduğunu söyləyəcək. Bu da bir valideyn üçün övladının dilindən eşitdiyi ən qorxunc etiraf olmaqla onun dəhşətə düşdüyü, ümidini itirdiyi andır. Halbuki geri boylanacaq olsaq, etiraf eləməliyik ki, mənim yaşadığım o kasıbçılığın izləri bir insan şəxsiyyətindəki ən əsas şeyə, insanın bu dünya həyatını daha düzgün anlamasına, yaxşını pisi bir-birindən ayırd eləməsinə xidmət edirmiş. Bugünkü zənginliyin törətdiyi mənzərəyə baxanda isə bu bolluğun insanı mala mülkə əsir elədiyini, onun mənəvi dünyasında dərin, sağalmaz yaralar açdığını, insanı insanlıqdan çıxartdığını görərik. Belə ki, mal, mülk, sərvət nə qədər artırsa, insan bir o qədər acgöz olur, tamahkir olur, başqalarına qarşı qısqanc, nifrət dolu olur, bir sözlə insanlıqdan çıxır. Kimsə bu fikirlə razılaşmaya bilər, ancaq görünən o ki, bir insan Allahın hökmlərini unudar, sürdürdüyü həyatın hansı bir dönəmindəsə malı, mülkü əsas məqsəd kimi dəyərləndirər, onun durmadan artmasına niyyət edərsə, o niyyət də yavaş-yavaş gerçəkləşməyə başlayarsa, onun özünü də xəbəri olmadan insan bir gün dəyişər, tamamilə başqa biri olar. Üzərinə axıb gələn sərvətin əvvəlcə sahibi, sonra köləsi olar, sonra da o sərvətin ağırlığı altında əzilərək bir insan kimi məhv olub gedər. Bugün dünya eynən bu durumu yaşayır. Bugün dünya gəlirinin, çıxarının nə qədər olduğunu bilməyən, ümumiyyətlə nə məqsədlə yaşadığını, nə məqsədlə durmadan koşduğunu heç sorğulamayan insanlarla doludur. İnsanlar artıq heç nəyi hesablamır. Gəlirlərinin nəticəsini yoxlamırlar da. Çünki heç buna da macalları yoxdur. Macal tapsaydılar, yoxlasaydılar, bəlkə də artıq durma zamanı olduğunu da anlayardılar. Halbuki insanlığın başına gələn bu bolluq da gözü doymayan insanlıq üçün ağır bir cəzadır. Allahı unudan, ancaq öz mənfəəti, şəhvəti, sərvəti üçün yaşayan insanların haqq elədiyi cəza. Nə yazıq ki, bu cəza təkcə dünyanın bugünə qalmasında günahı olan insanların qapısını çalmır, bu məsələdə heç bir günahı olmayan milyonlarca məzlum insanların da həyatını qaralda bilir. Çünki dünyada baş verən hər şey, yaxşı da, pis də bir-birinə bağlıdır. Görünür vəziyyət məhz belədir ki, bugün bolluq içində var olan dünyamızda Allahın sevə-sevə yaratdığı şərəfli insan gözə dəymir. Belələrinin sayı hər gün azlıq təşkil edir. Əvəzində sahib olduğu sərvətin sayını özü belə bilməyən, nə gözü doyan, nə də nəfsi duran acgöz canavarların sayı durmadan artır. Allahın biz insanlar üçün yaratmış olduğu, biz insanlara da əmanət etdiyi o gözəl dünya da artıq nə zamandır ki, canavarlar yuvasına çevrilmişdir. Bugün artıq həmin o acgöz canavarlar hardan gəldiklərini, kim tərəfindən yaradıldıqlarını da unudaraq dünyaya hökmranlıq eləmək uğrunda bir-biri ilə savaşırlar. Leşin leşə, başın başa qarışdığı bu qanlı savaşı sürdürərkən onlar unudurlar ki, dünya fanidir. Mən bugün gözümlə görüb, ağlımla analiz edə bildiyim bu mənzərənin xofundan Allaha sığınır, təxminən bir əsr bundan əvvəl yaşadığım uşaqlığımın həsrətini çəkirəm. Çünki çox geridə qalmış o sadə yaşam tərzi ilə hər cür qadağanı tapdayıb keçmiş müasir həyatın fərqini görə bilirəm. Bugün insan olaraq əlimizdə nə var sualına cavab tapa bilməsəm də, axır zamanın bizi bolluqla sınadığını, bizim də bu sınaqda sinifdə qaldığımızı təxmin edə bilirəm. Tək başına apardığım bu təhlildən sonra mən də əminliklə iddia edə bilərəm ki, hər şeyin çoxu dərddir, bəladır. Sən demə, yoxluğun sınağı bolluğun sınağından xeyirliymiş. Çünki yoxluğun sınağı insanda insanlığı kəşf edir. Bolluğun sınağı isə insan xarakterindəki bütün gözəllikləri məhv edir, insan xarakterindəki bütün çirkinlikləri üzə çıxardır. Bu yerdə özüm də təəssüf hissi ilə qeyd edirəm ki, mənim bugünkü qənaətim bu qədər üzücü oldu. Nə edək ki, həyat özü illər boyunca mənim bu qənaətimi saysız hesabsız nümunələri ilə təkrar-təkrar təsdiqləmişdir. Biz də zamanında çox şey yaşadıq, çox şey gördük, çox şeyə şahid olduq. Özümə də şirin gələn o uşaqlıq xatirələrimdən ayrılmadan öncə, bugün mən özüm dünya görmüş bir insan kimi yoxluğun çarəsizliyindən, bolluğun da ziyanından, şərindən Allaha sığınıram və hər kəsə də bunu tövsiyə edirəm. Halbuki,
Qədərində olsa, həm yoxluğun, həm də bolluğun insan həyatında yeri var. Ancaq əgər bir gün bu ikisinin arasında seçim eləmək lazım gələrsə, mən yenə də məhz birini tapanda birini tapmadığım o ehtiyac dolu, buna rəğmən günəşi də, sevinci də bol olan o uşaqlıq illərimi seçərdim. Çünki məhz o cür yaşanmış illər mənə bir ömrə bəs edəcək qədər gözü könlü tox, şərəfli, ləyaqətli, qürurunu hər daim uca tutan, vicdanını hər cür ləkədən qorumağı tövsiyə edən, mənə də hər zaman gözəl bir örnək olmağı bacaran bir insanlıq nümunəsi buraxıb getdi. Allahu Əkbər. Bir söhbət, axar gələr fikirlər. Allahın yaratdığı kamil insanın düşünmək, hər şey barədə fikir yürütmək kimi daha bir möhtəşəm qabiliyyəti var ki, bu qabiliyyətə sahib olan tək varlıqlar da bizik, insanlar. İnsan həyatında baş verən hər şeyi ağlının süzgəcindən keçirtmək, o şeylər barədə bitmiş bir fikir yürütmək qabiliyyətinə malikdir. Özlərinə güvənən, hər şeyin ən doğrusunu bildiklərini düşünən insanların həyatlarını bir qayda olaraq onların öz fikirləri yönləndirir. Bu yaxşıdırmı, pisdirmi? Bu barədə fikirlər fərqli ola bilər. Başqa məsələdir ki, fikirlərin gəlişi dağ selinin gəlişi kimidir. İllər uzunu durmaq bilməz, hey axar, gələr, qarşısını alacaq heç bir güc də tapılmaz. Bir şey ki, həyat davam edir. Təbii ki, insan beyninin fikir ürüdən fabrikası da durmadan çalışacaq. Hələ bir də hərəkət varsa, fikir də olacaq. İnsanoğlu bəzən bir şeyi fikirləşəndən sonra hərəkətə keçər, bəzən də əvvəlcə hərəkətə keçər, müəyyən bir əməli törədər, sonra nə elədiyini, niyə elədiyini ölçüb biçər, bu barədə fikirləşər. Hər iki halda da belə qənaətə gəlmək olur ki, bu dünyanı döndərən fikirlərdir, insan fikirləri. İnsan gördüklərinin üzərində də fikirləşir, eşitdikləri barədə də fikirləşir, yaşadıklarını safçülük eləmək üçün də fikirləşir. Törədilmiş bir əməl yaxud bir hadisə bir insanın özünə aid olmasa belə, insan yenə də o şeyin üzərində fikirləşir. Hər şeyi özünün fikir kontrolundan keçirdərək yekun bir nəticə əldə edir və ancaq bundan sonra bir müddətlik də olsa sakitləşir. Çünki bu normal insan dərrakəsinin tələbidir. O bu hadisənin səbəbini bilməlidir, anlamalıdır, ona öz qiymətini verməlidir. Aradan az bir zaman keçəcək, insan yenidən müəyyən bir fikirlə hərəkətə başlayacaq. İnsanın hər hərəkətində də mütləq bir niyyət var. İnsanların sıradakı fikirlərində niyyət nədirsə, dünyada baş verənlər də o niyyətə uyğun olacaq. Demək ki, dünyanı dəyirman daşı kimi döndərən də fikirlərdir. İnsanların xoş niyyətli fikirləri və insanların bəd niyyətli fikirləri. Təbii ki, xoş niyyətli fikirlər insanları xoş əməllərə sövq edir. Bəd niyyətli fikirlər isə dünyanın altını üstünə çevirməyə, dünyanı xaraba qoymağa xidmət edir. Gözlərimizin önündə baş verənləri görüncə, özümüzdən asılı olmayaraq biz onları ağlımızın süzgəcindən keçirdir, onlara öz qiymətimizi verməyə çalışırıq. İnsan budur. Allah Cəllə Cəlaluhu insanı belə yaratmışdır. O zaman da həyat davam elədikcə beynimizdən axıb gələn fikirlərin də ardı-arası kəsilmir, kəsilməz də. O fikirlər axar, gələr, haqlı olaraq bizi də düşündürər. Son dönəmlərdə dünyada baş verənlərə baxanda daha çox bəd niyyətli, vurub dağıdan, qırıb çatan olayların üstünlük təşkil elədiyini görürük. Bu qəbildən olan olayların müqabilində insanı daha çox düşündürən, daha doğrusu daha çox narahat edən fikirlər də təbii ki, həyəcan verici, əhvalı pozucu hadisələrə aid olur ki, bu qəbildən olan hadisələr insanı uzun zaman bu barədə düşünməyə vadar edir. Fikirlər axıb gəlməyə davam edir. İnsan da öz cinsindən olan bu bəd əməl sahiblərinin niyyətini anlamağa, bu bəlalara bir çarə tapmağa çalışır. Gecə-gündüz götür-qoy edir, fikirləşir. Halbuki 100 fikir bir borcu ödəmir. Fikirlərsə eləhi axır, gəlir. Necə də gəlməsin ki? Məyər bu dünyanı qorxuya salan, özü ilə ciddi təlaş gətirən bu xəbərlər hər kəsə aid deyilmi? Məyər bu dünyada bir virusun yayılması, bir ölkənin savaşa verilməsi, bir bombanın partlaması bütün dünyaya yayılan bəla anlamına gəlmirmi? Yeni bir virusun, yaxud da savaşdan qaçan insanların sərhədləri aşmasının qarşısını almaq mümkün oldu mu bu günə qədər?
bir yerdə partlayan bombanın xarabalığa çevirdiyi bir ölkənin yenidən bərpası dünyadakı aclığın, səfalətin daha da artmasına səbəb olmurmu? Kimsə deyə bilər ki, dünyanın o ucunda baş verəndən bu ucundakına nə? Elə deyil qardaşım. Unutma ki, biz hamımız bir planetdə yaşayırıq. Dünyanın o ucunda nə baş verirsə, onun xofu, təsiri, ziyanı dünyanın bu ucuna da təsir edir. Hətta qısa zaman içində dünyanın hər yerinə yayılır. Sonra de ki, mənə nə? Elə isə insanlıq nə deyə sakit olmalıdır? Nə deyə rahat yaşamalıdır? Məyər dünyada bir xeyirlə bir şərin savaşı bitdimi? Məyər yer üzündə sülh, əmin-amanlıq bərpa oluna bildimi? Məyər dünyadakı sayı 8 milyarda çatan insanlığın böyük bir qismi xoşbəxt yaşayırmı bugün? Məyər bugün dünyada ac insan yoxdurmu? Əlbəttə var, həm də çoxdur. Bu mənada hətta sadəcə çoxdur demək də həqiqəti ifadə eləmir. Çünki əslində insanlığın böyük əksəriyyəti aclıq və yoxsulluğun sınırlarının nidalar altında həyat sürürlər. Əgər bugün də dünyada ac insanlar, zülüm çəkən insanlar varsa, bu da deməkdir ki, yer üzündə yeni firavunlar mövcuddur. Əslində bu yerdə bizə etiraf eləmək düşər ki, onlar heç vaxt yox olmadılar. Doğrudur, tarixin səhifələri Allahın qəzəbini haqq edən firavunların yerin dibinə keçirildiyinə dair faktlarla doludur. O hadisələrin hamısı olmuşdur, yaşanmışdır. Lakin həqiqət budur ki, o firavunların kökü heç vaxt kəsilmədi. Onların yerini firavunlar tutdular. İmtahanlar dünyası olan dünya aradan keçən zaman ərzində yeni Nemrutlar, firavunlar, Hamanlar yetişdirməyə davam elədi. Bugün də edir. Və bu yeni firavunlar yenə də özlərinin məkirli niyyətlərini həyata keçirtmək yolunda səbəbli-səbəbsiz savaşlar başlatmaqdan, insanların canına qıymaqdan, özlərinin hegemonluq iddiaları uğrunda qaydasız basqınlar, qaydasız döyüşlər həyata keçirtməkdən heç qalmadılar. Bugün də qalmırlar. Bugün dünyamızda elə şeylər baş verir ki, indiyə kimi həyatlarında çox şeylər görmüş, çox şeylər yaşamış, dünyanın bərkindən boşundan çıxmış insanlar da bugün bu baş verənlərə heyrət etmədən baxa bilmirlər. Əslinə qalanda bugünə kimi dünyanın görmədiyi heç nə qalmadı. Bir şey var ki, keçmiş zamanlarda baş verən hadisələrlə bugün yaşananların arasında üslubca çox böyük bir fərq var. Fərq də odur ki, o zamanlar hər kəs sözünü öz adı ilə deyər, əməlini öz adına görə törədərdi. Hər kəs də bilərdi ki, firavun bir firavundur, əməlləri də adına görədir. Musa əleyhissalam da bir peyğəmbərdir, onun da əməlləri adına layiqdir. Onların əməlləri onların adlarının, adları da əməllərinin sübutu, göstəricisi. Yəni firavun özünün bu adla layiq olan qəddarlığının, fitnə-fəsadın, inkarçılığın göstəricisi idisə, Musa əleyhissalam da haqqın, ədalətin, Allaha inancının təmsilçisi idi. Hər kəs də firavundan nə gözləyə biləcəyini də, Musa əleyhissalamdan da nə gözləyə biləcəyini də bilirdi. O zamanların üslubu bu idi. Bugün də belədirmi? Xeyr, əsla belə deyil. Bugün üslub başqadır. Bugün heç kim əməlinin arxasında durmur. Törətdiyi əməlləri boynuna almır. Firavunlar törətdikləri əməlləri nəinki boyunlarına almırlar, hətta andaman edib yalan danışırlar. Bu əməlləri başqalarının üzərinə yıxırlar. Söz yox ki, bu bir dərddir. Ancaq bir də özlərini mömin insanlar kimi qələmə verənlər də var ki, onların arasında da xalqa zülüm çəkdirənlər az deyil. Bu isə daha böyük dərddir. Üstəlik onlar da heç nəyi boyunlarına almırlar. Gəl gör ki, arxa planda gözdən uzaq bir yerdə bir-birinə rəqib sayılan bu iki tərəfin qardaşlaşdığını görənlər də var. Müttəfiq olduqlarını düşündüyümüz iki ölkədən birinin düşmən cəbhəsindən özünə gizli toz tutması da dövrümüzün baş verən anlaşmazlıqları arasındadır. Gəl bundan sonra ayırd elə görüm, dost kimdir, düşmən kim? Müasirliyin gətirdiyi yeniliklərin sayəsində əməllər fərqli üslublarla, fərqli vasitələrlə yerinə yetirilirsə də, bundan ancaq üslub dəyişmiş olur. Cərəyan edən hadisələrin süjet xətti isə heç zaman dəyişmədi. Əsrlərlə davam edən savaşlar yenə də xeyirlə şərin, mərdlə namərdin, zalimlə məzlumun, haqla nahaqqın savaşı olaraq qalır. Bu dünən də belə idi, bugün də belədir, sabah da belə olacaq və belə görünür ki, dünyanın sonuna kimi də belə davam edəcək. Bu savaşlar ancaq dünyanın sonu gəldiyi gün, hər şey bitəndə bitəcək.
Dünya həyatı hələ də davam edir. Xeyir və şər hələ də var. Bu gün də müasir firavunlar nəfslərini başlarının üstünə bayraq edərək dünyaya zülm çəkdirir, dünyanı alqana boyarlar. Bu gün də haqq ədalət carçıları var ki, sadəcə az olmalarına rəğmən bu zülmə qarşı mücadilə aparır, qalib gələ bilməsələr də ölürlər, ancaq bu yoldan çəkinmirlər. Lakin bu məsələlərin baş verdiyi bu son əsrdə hər şey olması gərəkən ölçüdən caymış, hər şey tərs düşmüşdür. Bugün bu savaş meydanında kimin nəyə xidmət elədiyini, kimin kimə qarşı çıxdığını, kimin kimə arxa çıxdığını ayırd etmək mümkün deyil. Səbəb yenə də riyakarlıqdır, namərdlikdir, fitnə fəsaddır. Bu səbəbdən də bugünkü cihad meydanında əlinin papağı vəlinin başında, vəlinin papağı da əlinin başındadır. Bu gün artıq heç kimə sir deyil ki, son əsrdə baş verən qanlı savaşların hamısı din əleyhinə, daha dəqiq desək, İslam dininin əleyhinədir. Başqa sözlə desək, bugün dünya öz yaradıcısına savaş açmış durumdadır. Allahın məmnuniyyət hissi ilə yaratdığı ağıl, zəka, elm verdiyi cılız insan bugün elə qudurub ki, Allaha qarşı, onu yoxdan var edən ilaha qarşı savaş aparır. Və bu savaş gün-gündən daha da geniş vüsət alır. Başına daha çox kafir, müşrik, münafiq, fasik toplaya bilir. Fərqli niyyətli qrupları təmsil edən bu inkarçıların hamısı Allaha qarşı bir cəbhədə birləşirlər. Hər gün yeni bir fitnə törədirlər. Savaşlar qızışdıqca adətən azlıq təşkil edən inanc sahibləri bu savaşda əzilən, zülmə məruz qalan tərəf olurlar. O zaman da onların arasında ümidini itirənlər, əqidəsindən dönənlər, düşmənə təslim olanlar da az olmur. Hətta belə demək olar ki, düşmən cəbhəsi belələrinin hesabına öz cərgələrini gücləndirməyə davam edir. Düşman düşmandır. Onun niyyəti bəllidir. Fəqət saflığımız üzündən bugünə kimi də sözünə güvəndiyimiz, özünü dünyaya bir müsəlman ölkəsi kimi qələmə verən dövlətlər də var ki, onlar da bugün yağı düşmənin dəyirmanına su tökür, düşmənə bəzən gizli, bəzən aşkar yardım edirlər. Belə adından bədnam müsəlman dövlətlərinin niyyətini anlamaqda çəkinlik çəkən insanlar buna nə ad versinlər bilmirlər. Hətta Çinində İslamiyyətin tarixini daşıyan dövlətlər də düşmənə yardım edirsə, düşmənlə baş-başa verir, dostluq, qardaşlıq edir, İslam düşmənlərinə silah-zürrat verirsə, buna nə ad verməli? Halbuki şeytanın ordusunun apardığı bu son savaş da bir müsəlman ölkəsinə qarşı aparılır. Hər gün minlərlə insanı, qocası, qadını, uşağı qırılanda əsrlərlə ən çətin şərtlər altında İslamı yaşatmağa çalışan bir müsəlman ölkəsidir. Kənardan baxanda bəlkə də gözümüzə İslamın daşıyıcılarının bu savaşda uduzduğu, artıq dünyanın kafirlərə qaldığı kimi bir mənzərə görünə bilər. Ancaq məsələnin əsli belə deyil. Möminlər bu savaşın sonunun necə olacağını bilirlər. Bunu bilmək də çox vacibdir. Çünki bunu bilmək, buna inanmaq insanı ümidsizliyə düşməkdən, qorxub çəkinməkdən, düşmənə satılmaqdan qoruyur. Əgər bir filmin nə ilə bitəcəyini əvvəlcədən bilirsənsə, o filmdə nələr baş verir versin, sən heç nədən qorxmursan, narahat olmursan. Çünki o filmin sonunun uğurlu bitəcəyini bilirsən, bundan əminsən. Quran üzrə yaşayan millətlər də əvvəlcədən tək bu savaşın deyil, İslam əleyhinə aparılan bütün savaşların necə bitəcəyini bilirlər. Bunu bilmək onlara güc verir, qüvvət verir, onları doğru yoldan çıxmağa qoymur. İslam dininin qalib gələcəyini, dünyanın sonunun uğurla bitəcəyini bildikləri üçündür ki, iman əhli bu qədər nikbindir, əyilməzdir, əqidəsinə sadiqdir. Allaha inanmaq təkcə Allahın varlığına inanmaqla bitmir. Allaha inanmaq, həm də ona güvənmək, onun vədlərinə də inanmaq deməkdir ki, o vədlərin içində Allahın hökmləri ilə yaşayan möminlər üçün cənnəti qazanmaq kimi böyük bir mükafat da var. Bir onu düşünün ki, mərd insan savaş meydanında öz iradəsinin, əqidəsinin gücü ilə də qalib gələ bilər. Lakin o biləndə ki, bu savaşın qalibini daha gözəl bir mükafat gözləyir, onun gücü bir əmin artar, o güc sonunda onu gerçəkdən də qalib edər. Allah Cəllə Cəlalu bu müqəddəs savaşın qaliblərinə sonsuz cənnət həyatı kimi bir mükafat vəd etmişdir.
Bugün Allahın ordusu az görünə bilər, gücsüz görünə bilər. Lakin biz bilirik ki, qalib gələn yenə də Allahın hökmü, vədi, ordusu olacaq inşallah. Dünyanın dərdi-səri məni də fikirlərə qədd edir bəzən. Mən də bir mömin insan kimi bu məsələni çox düşünürəm. Sonunda belə qənaətə gəlirəm ki, hətta qüvvələrin belə qeyri-bərabər olmasında da Allahın bir hikməti var. Hikmət budur ki, qiyamət gününə kimi qalan zaman ərzində insanlar öz saflarını bəlli edəcəklər, o əlamətlərinə uyğun olaraq da ya seçiləcəklər, ya da ələnəcəklər. Ancaq bundan sonra hər kəs haqqını alacaq. Nəticə olaraq da hər şey mütləq Allahın Cəllə Cəlaluhu buyurduğu kimi, Qurani Kərimdə yazıldığı kimi olacaq. Azlıq cənnətə, çoxluq isə cəhənnəmə girəcək. Sonunu bildiyimiz filmin süjet xətti kimi bu savaşda da inşallah ki, hər şey bu istiqamətdə, möminlərin bildikləri, inandıkları, güvəndikləri bir istiqamətdə cərəyan edəcək. Heç şübhə yoxdur ki, bu fani dünyanın sonu Allahın kitabında yazıldığı kimi bitəcək. Bütün möminlər bu həqiqətə inanmalı, güvənməli, bu düşüncə ilə ömür sürməli, bundan bir an belə şübhə eləməməlidir. Mömin insan ölümdən qorxmaz, çünki yəqin bildiyi bir şey var. Mömin insan bilir ki, imanı ilə ömür sürərək öz əcəli ilə ölən insan cənnətə girəcək. Mömin insan bir də onu bilir ki, Allah yolunda öldürülən insan da cənnətə girəcək. Üstəlik ikinci halda ölən insan cənnətə bir şəhid kimi girəcək ki, bunun da nə anlama gəldiyini hər kəs yaxşı bilir. Yaradana həmd sənalar olsun ki, onun sonsuz ədaləti sayəsində hər iki halda da mömin insan qazancdadır. Mömin insanın qazancı əbədiyyət dünyasında heç vaxt bitməyən əbədi bir cənnət həyatıdır. Unutmayaq ki, hər şeyin əvvəlindənsə axırı xeyirli olsa daha yaxşıdır. Niyaz edək ki, Allah axırımızı xeyir eləsin inşallah. Amin. Allahu aləm.